Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Növbəti videoda xoş gördük sizləri. İkinci cəhd imtahanına videolar çəkməyə biz başlayırıq bu gündən etibarən. Əvvəla belə bir məsləhət görüm ki, ikinci cəhd imtahanına əgər DİM-in qəbullarını, son 5 ilin, son belə deyək 10 ilin qəbullarını işləmisinizsə, bütün variantlarını, Güvən Nəşriyyatının ikinci hissə test toplusu var. Burada mən sizə göstərirəm. Burada sınaqlar toplusudur. Axırda buradan artıq siz bu test bankı işləyə bilərsiniz. Burada sınaqlar səhifə neçədən başlayır, mən sizə deyim. Sınaqlar burada başlayır səhifə 150 176-dan 170-dən deyək də 170-dən başlayır sınaqlar. 11-ci siniflər bax buradan yararlana bilərlər. 4-cü qruplar üçün burada situasiya tapşırıqları var. Situasiya tapşırıqlarını baxın burada işləyə bilərsiniz situasiya suallarını yazmaq üçün. Həm birlər, həm dördlər bu kitabdan istifadə edə bilər. Mən də çalışacağam ki, bu kitabdan videolar çəkim, paylaşım. Bundan əlavə siz hansı qəbulları mənim kanalımda olmayan baxıb hansı qəbulları işləmək, videosunu çəkmək istəyirsinizsə yorumlara yaza bilərsiniz ki, müəllim biz bu qəbulları işləməmişik, bunlardan sizin səhifənizdə yoxdur. Bu qəbulları çəkib atın. Mən də bu həmin qəbulları çəkib atacağam inşallah. Keçək suallara, sizə uğurlar arzu eləyirəm. Onu da qeyd edim ki, biz axırdan əvvələ gedəcəyik. Hal-hazırda işləyəcəyimiz sınaq səhifə 343-də 8-ci sınaqdır. Səhifə 343, 8-ci sınaq. Başlayırıq. 31-ci sual. X oxu istiqamətincə hərəkət edən cisim 5 saniyə ərzində L nöqtəsindən M nöqtəsinə gəlib, cismin orta sürəti soruşulur. Deməli, orta sürət ümumi gedilən yolun ümumi zamanı olan nisbətidir. Yazarıq ki, V orta bərabərdir. S ümumi bölünsün T ümumi. Burada cisim mənfi 10-dan 30-a gedibdir. Yəni, başlanğıc koordinatı x0 10-dur, mənfi 10-dur, son koordinatı isə 30-dur. Biz buradan S ümumi yolu tapa bilərik. X çıxılsın x0, yəni 30 çıxılsın mənfi 10. Bu da edər 40. Vəssalam. 40-ı bölürsüz 5-ə, doğru cavab 8, D variantı. 32-ci sual. Radius verilib bizə 0,8 metr və fi-nin zamana asılı tənliyi bu şəkildədir. Fi bərabər 2 plus 4-dir. Biz bilməliyik ki, omega, yəni omega fi-nin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Yəni, bu ifadədən törəmə alırıq. 2 üstə gəl 4 deyilən törəmə alanda bu eləyir 4. Və maddi nöqtənin xətti sürəti soruşulur. Xətti sürəti V bərabərdir. Omega R düsturu ilə hesablanır. Omega bizdə 4-dür, R də 0,8-dir. Bu da edər 3,2, doğru cavab D variantı. 33. Cisimə əks istiqamətlərdə tətbiq olunan iki qüvvənin əvəzəsi 3 Newtondur. Və F1 15 Newton olarsa F2 qüvvəsini soruşulur. Baxın, əvəzləyici qüvvə F1 istiqamətdəndir. Deməli, F1 F2-dən böyükdür. MA, yəni əvəzləyici qüvvə bərabər olacaq. Deməli, F1-dən F2-ni çıxmalıyıq, çünki əks istiqamətlərdə hərəkət olur. Və MA bizdə 3-dür, F1 bizdə 15-dir, F2 də buradan 12 Newton alırıq. Doğru cavab B variantı. 34. Verilmiş kütləli kosmik gəmiyə ay tərəfindən təsir edən ağırlıq qüvvəsinin ayın səthindən olan hündürlükdən asılı qrafiki hansıdır? Ağırlıq qüvvəsinin üstünü bilməliyik, H hündürlükdə. FH bərabərdir J, M R plus H-ın kvadratı. Və F ilə H tərs asılıdır. Doğru cavab olacaq Y variantı. 35. Üfüqi səth üzərində sükunətdə olan cisimə təsir edən paralel istiqamət F qüvvəsi təsir edir. Bu cismin təcilinin F qüvvəsinin qiymətinə asılı qrafikinə əsasən cismin kütləsini hesablayın. Baxın, F18 olanda cisim hələlik təcil almayıb, yəni cisim hələ də sükunətdədir. Deməli, sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti
sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti 18 Newtondur. Və biz də bilirik ki, sükunət sürtünmə qüvvəsi maksimal qiyməti sürüşmə sürtünmə qüvvəsinə bərabərdir. Və o dəyişmir hərəkət müddətində. Məsələn, demək sürtünmə qüvvəsi 18-dir, F dartı qüvvəsi bizdə 30-dur. Artıq biz buradan M-i tapa bilərik. M-A bərabərdir, F dartı çıxılsın F sürtünmə. M bizdə bilinmir, A bizdə 2-dir. Tənlikdən F bizdə 30-dur, sürtünmə də 18-dir. 2 dənə M bərabər 12, M bərabər olacaqdır 6 kiloqram. Doğru cavab D variantı. Növbəti sual. Üfüqi amar mail müstəvi səət üzərində cisim tarazlıqdadır. Cismin kütləsi 6 kiloqram olarsa, çəksiz yayda yaranan elastiklik qüvvəsinin qiymətini hesablayın. Üfüqi hamar müstəvi deyirsə, burada sürtünmə qüvvəsinin təsiri nəzərə alınmır. Bu yayda yaranan elastiklik qüvvəsi. Deməli, ağırlıq qüvvəsinin paralel toplananı bu yayı aşağıya doğru sıxır. Çünki paralel toplanan həmişə mail müstəvinin bu küncünə tərəfdir, bu tərəfədir. Paralel toplanan bu formadadır. Və bu yayda elastiklik qüvvəsi meydana gəlir. Elastiklik qüvvəsi deformasiyanın əksinə yönəlir. Və bu tarazlıqdadsa bu elastiklik qüvvəsi ağırlıq qüvvəsinin paralel toplanana bərabər olacaq. Və biz bilməliyik ki, ağırlıq qüvvəsinin paralel toplananı mg sinus alfa düstur ilə hesablanır. Mg bizdə 60-dır. Sinus alfa 0,6-dır. Bu deyiləyər 36 Newton. Doğru cavab C variantı. Növbəti sual. Sistem tarazlıqdadır. M1 cisminin kütləsi 20 kiloqram. Dayağın reaksiya qüvvəsi 40 Newton olarsa, ikinci cismin kütləsini hesablayın. M2 də 8 kiloqrammış. Deməli, bu 8 kiloqram 80 Newtonla bu cismi aşağı getmək istəyir. Bura 80 isə bu ipdə yana gəlmə qüvvəsi 80 Newtondur. Bu ipin fırlanıb gəldiyi bu hissədə 80 Newton olacaq. Davam eləyirik. Bu ipin gəldiyi qüvvə də 80 olacaq. Onda bura düşəcək 160 Newton bir qüvvə. Deməli, burada ayrıca çəkim. Fərz edin ki, belə bir cisim var. M1 cismi və ona F qüvvəsi təsir edir və F qüvvəsi 160 Newtondur. Bu da dayaq üzərindədir. Dayağa təsir edəndə bu halda dayağın tapılma qaydası belə idi. M1J minus F. F qüvvəsi aşağı olsaydı üstə gəlinsin F olardı. Və salam, burada biz artıq M1J-ni cismin kütləsini hesablayın deyir. İkinci cismin kütləsini verib, üzr istəyirəm. Bu deməli çapa getməmiş versiyadır. Çapa getməmiş versiya olduğuna görə burada sualda dəyişiklik var. Mən indi sualın orijinalını buradan oxuyuram və sizə deyəcəm. Bir dəqiqə səbirli olun. Sualın orijinalına baxaq. Test bankda. Deməli, şahidlər, sualın orijinalında M2 yoxdur. Bizdə burada M2-ni mötərizədə verib. Bu çapa getməmiş versiyadır deyəm. Burada M2 olmamalıdır. M2 qüvvəsi yoxdur. İndi biz fərz edin ki, o M2 qüvvəsini tapmaq istəyirik. Tapa bilərik. Yenə də problem yoxdur. Yenə də baxın, buradan bu qaydalar qalır. Ta ki, bura F olacaq. F qüvvəsi ilə bu cisim yuxarıda atılır. Çünki M2J bunu aşağıya doğru dartır. Və bura M2J isə burada yaranan gəlmə qüvvəsi M2J-yə bərabərdir. Burada yaranan gəlmə qüvvəsi də M2J-dir. Bu ipin fırlanıb gəldiyi bu hissədə olacaq M2J. Və demək ki, bu F qüvvəsi 2 dənə M2J-yə bərabərdir və buradan M2J-ni tapanda F bölünsün 2 olar. Yəni biz dolayısıyla F-i tapmalıyıq. Tapaq F-i, problem deyil. Deməli, M bizdə 40 Newtondur. M bizdə 40 Newtondur. M1J olacaqdır 200, çünki 20 kiloqramı ona vuranda 200 çıxılsın F. Və buradan F bərabər oldu 160. 160 Newton aldıq və buradan M2J-ni tapa bilərik. M2J bərabər 160 bölünsün 2. O da eləyər 80. Onda M2 olar 8 kiloqram. Testin doğru cavabı B variantı. 38-ci sual.
Cisim F bərabər 4 Newton dartı qüvvəsinin təsiri altında 2 metr saniyə sürətlə bərabər sürətlə hərəkət edilmiş. 5 saniyə ərzində bu qüvvənin gördüyü iş hesablayın. Çox gözəl. Qüvvənin gördüyü iş F-dir. F qalır yerində. S-in yerinə bərabər sürətlə hərəkət olduğuna görə V vurulsun T yazırıq. Və sonra verilənləri yerinə yazırıq. F bizdə 4, V bizdə 2, T də bizdə 5. 2 4-ün 8, 8-i də 5-ə vuranda 40 cavab. Doğru cavab A variantı. Növbəti sual. X-in T-dən hansı qrafiki verilib harmonik reaksiyadan cism üçün və kinetik enerjinin zamanı hansı qrafiki hansıdır? Bunu detaylı şəkildə izah eləyəcəm. Deməli, X mənfi sinus qanunundan dəyişir. X bərabərdir. Görürük ki, mənfi sinusdur. Mənfi X-im sinus omega T qanunundan dəyişir. Və biz bilməliyik ki, sürət X-in zamana görə törəməsidir. Sürət X-in zamana görə törəməsidir. Yəni, bu ifadədən biz törəmə almalıyıq. Mənfi X-im sinus omega T törəməsi. Bu eləyə Vx bərabərdir. İçinin törəməsi çölə çıxır. Mənfi omega vur X-im. Sinusun törəməsi də kosinus omega T'dir. Omega vur X-in V'mi verir. Onda Vx bərabər olacaq. Mənfi V'im kosinus omega T. Kinetik enerjinin düsturunu yazırıq. Mvx kvadrat bölü 2. Gətirib yerinə yazırıq. Bu ifadə olacaq. Mv maksimum kvadrat bölü 2 kosinus kvadratı omega T. Tənliyimiz aldıq. Tənlik bu şəkildədir. Bu ifadənin mənfi olma ehtimalı yoxdur. Çünki sürətin üzərində kvadrat var, kosinusun kvadratı var. Qrafik mənfi yoxsa qrafikin aşağı hissəsi mənfi ola bilməz. A bəndi, B bəndi. Bunlar doğru cavab ola bilməz. Və kosinus qrafiki var. Burada bu sinusdan başlayır. Çünki sinus 0 dərəcədə sinus 0 alır. Bu isə kosinusdan başlayır. Müəyyən bir qiymətdən başlayır. Çünki kosinus 0 dərəcədə 1 alır. Yəni müəyyən bir qiyməti var. Ona görə bu kosinus qanunudur. Doğru cavab olacaq Y variantı. 40. Kran ilə təchiz olmuş verilmiş həcmli ağzı bağlı qabda 600 qram sıxılmış hava var. Kranı açmaqla bu qabdan nə qədər hava buraxılarsa, molekulların konsentrasiyası 3 dəfə azalar. Molekulların konsentrasiyasının düsturu belədir. M bərabərdir böyük M bölünmüş V. Deməli, M-in də kütləsi belə idi. M0 vur N-dir. N-lə M düz asılıdır. 600 qram var. Konsentrasiyanın 3 dəfə azalması üçün say 3 dəfə azalmalıdır. Verilmiş həcmlidir, həcm sabitdir. Deməli, N 3 dəfə azalanda M də 3 dəfə azalmalıdır. 600 qram idi, 3 dəfə azalacaq, olacaq 200 qram. Amma diqqətli olun, deyir ki, nə qədər hava buraxılmalıdır çölə. 600-dən 200-ü çıxmalısınız, 400 qram hava buraxılmalıdır ki, 200 qalsın. Doğru cavab D variantı. 41-ci sual. İdeal qazın daxili enerjisi 18 joule artmışdır. Qazın gördüyü iş 12 joule olarsa, qaza verilən istilik miqdarını hesablayın. Termodinamikanın birinci qanunu Q bərabərdir. Delta U plus A iştirik. Delta U plus A iştirik. Delta U bizdə 18-dir. Qazın gördüyü iş isə 12-dir. O da edər 30 kilojoule. Doğru cavab Y variantı. Növbəti sual. Burada da 43 ilə 42-nin yerləri dəyişilib. Kitabla gedək. Kitabda bu 12-ci sualdır. Yəni 42-ci sual. Bu isə 43-cü sualdır. Bunun fərqi yoxdur. İzah eləməyə başlayaq. Deməli, intensivliyi Y olan bir cis elektrik sahəsində hərəkət edən M kütləli protonun təcili hansı ifadə ilə təyin olunur? Deməli, intensivli bir cins elektrik sahəsində protona təsir edən elektrik qüvvəsi, ümumiyyətlə yüklü zərrəciyə təsir edən elektrik qüvvəsi F elektrik bərabərdir. QY düsturu ilə hesablanır. Bu digər təsirlər nəzərə alınmırsa, demək bu əvəzləyici qüvvə həm də bu elektrik qüvvəsi olur. Yəni, M-anı biz QY-yə bərabər eləməliyik və buradan A-nı tapanda A bərabər olur QY bölünmüş M. Və protonun yükü bilməlisiniz ki, Y-dir şəriətdə. Alfa hissəciyin yükü 2Y-dir.
elektronun yükü mənfi y'dir. Bax, bunları bilməlisən. Onda Q-nin yerinə proton dediyinə görə y böl m yazacağım. Doğru cavab olacaq A variantı. 32-42-ci sual. 32 dərəcəli bərk qalay qızdırılaraq 400 dərəcəli maye qalaya çevrilir. Bu prosesə uyğun qalayın daxil enerjisinin temperaturun hansı qrafiki hansıdır? Deməli, ərimə temperaturu da 232-dir. Deməli, bu qalayı əvvəlcə biz ərimə temperaturuna qədər qızdırmalıyıq. Qızdırdığımız zaman bu qalayın daxil enerjisi artacaq. Baxın, burada qrafikin bu hissəsindəki A, B hissəsində görür ki, qalay 232-yə kimi qızdırılıb. 232-yə çatanda, ərimə temperaturuna çatanda temperatur dəyişmir, amma biz kristal maddəyə istilik verdiyimizə görə onun daxil enerjisi artır. Yəni BC hissəsinə daxil enerji artacaq. Yəni bu hissə olacaq. Qoy biraz bunu böyülədim. Sizə aydın olsun. Artıq əriyib qutarandan sonra C nöqtəsində artıq maye qalayı başlayacaq qızmağa. Oradan da sonra 400-ə kimi proses davam edir. Bu testin doğru cavabı olacaq Y variantı. Ümumiyyətlə, siz bir dəfəlik öyrənin ki, bərk cismin ərimə qrafikində daxili enerjinin qrafiki bu şəkildədir. Zamanla nasıl, temperaturda nasıl qrafiki bu şəkildədir. Adlarını da qoyaq. AB'də bərk cisim qızır, BC'də bərk cisim əriyir, CD'də maye qızır. Bunun T'dən asılı qrafiki bu şəkildə olacaq. Növbəti sual. Verilmiş müstəvi kondensatorun elektrik tutumunun onun elektrik sahəsinin enerjisine asılı qrafiki hansıdır? Elektrik tutumu aslı olduğu düstur epsilon 0 S böl D. Yəni aslıdır kondensatorun lövhələri arasına doldurulmuş dielektrik nüfuzluğundan, yəni epsilondan, aslıdır lövhələrin bir lövhənin sahəsindən və aslıdır lövhələr arasındakı məsafədən. Digər kəmiyyətlərdən aslı deyil. 45-ci sual. Mənbənin EHG-si verilib, voltmetrin göstərişi soruşulur. Deməli, dövrə qapalı olduğuna görə iki hal var idi, biz bilməliyik. Dövrə açıq olanda voltmetr birbaşa EHG-ni ölçürdü. Yəni, burada dövrə açıq olsaydı cavab 12 olardı. Dövrə qapalı olanda voltmetr gərginliyi ölçür. Mənbənin xarici hissəsindəki gərginliyi ölçür. Gərginlik də bu düsturdan hesablanır. U bərabər epsilon R plus R. O da bərabər epsilon 12, böyüyür bizdə 5, böyüyür plus 1. Daxili müqamətdə 1. Bu da eləyər 12 vur 5 böl 6. O da 10 volt eləyər. Doğru cavab C variantı. Növbəti sual. Qapalı keçici konturla hüdurlanmış səthdən keçən maqnit selinin zaman asılı qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında konturda yaranan induksiya EHG-sinin modullar arasındakı hansı münasibət doğrudur? Burada təbii ki, rahatlıqla demək olar ki, 3 hissəsində induksiya EHG-si yaranmayacaq. Çünki fi dəyişmir. Fi dəyişmirsə, yəni finin dəyişməsi sıfıra bərabərsə, EHG də sıfıra bərabərdir. Ona görə cavablarımız A, B, C-dən biri olacaq. Finin T'dən asılı qrafikində qrafiklə zaman oxu arasında qalan bucağın tangensi bizə EHG-ni verir. Yəni, induksiya elektrik hərəkət qüvvəsini verir. Belə ki, baxın, bu hissə delta fi'dir, bura paralel köçürdürəm. Bura olur delta fi, burada olur delta T. Qarşıdakı katetin, yəni delta fi'nin delta T'yə nisbəti verir bizə tangens alfanı. Delta fi'nin də delta T'yə nisbəti EHG-nin modulunu verir. Deməli, biz bucağın tangensinə baxmalıyıq. Bucağın tangensinə baxmalıyıq. Baxırıqsa, bu nöqtələrdən keçən düz xətti keçirtməliyik. Bunu birini keçirtdim. Bu oldu 1. Sonra ikincisini keçirdirəm. 2 nöqtəsindən keçirdirəm. Bu da oldu 2. Və mən görürəm ki, bir nöqtəsindən keçən düz xəttin tangensi alfa 1, alfa 2-dən böyükdür. Bunu siz də görürsünüz. Alfa 2-dən böyükdür. Bura alfa 2-dir. Alfa 1, alfa 2-dən böyük olduğuna görə epsilon 1 də epsilon 2-dən böyükdür.
Və doğru cavab olacaq C variantı. Növbəti sual. Zəif işıq selini ölçmək üçün istifadə olunan qurğu fotorezistordur. Fotorezistorun şərti işarəsi bu formadadır. 47 metr böl Henry vur farad ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Burada görürəm ki, elektronmagnet rəqsləri, elektronmagnet dalğa. Deməli, mənə elektronmagnet dalğaları ilə bağlı məlumat burada bilməliyəm. Deməli, burada necə edirsiniz? Bax, burada gizlənən şeyə baxın. 1 bölünsün, baxın, 1 böl, mən belə yazaq. Deməli, 1 bölünsün, kök altda elsi. Bu, məxsusi tezliyin düsturudur. Yəni, məxsusi tezliyin vahidi olacaq 1 bölünsün Henry vur farad. Deməli, kökün altında təbii ki. Deməli, burada 1 böl omega gizlənib. M də lambdanın vahididir. Yəni, biz yazmalıyıq lambda bərabər, lambda bərabər. Lambda ilə olan düsturlara baxmalıyıq. Lambda bərabər S bölünsün nü yaza bilərik ya da lambda bərabər S vurulsun T yazmaq olar. İndi lambda bu T də omega ilə yaza bilərik. T bərabərdir 2 pi böl omega. Bunu yenə yazacağım ki S vurulsun 2 pi bölünsün omega. Və yaxud da nünün yerinə 2 pi nü yazmaq, 2 pi böl omega yazmaq olar. Omega böl 2 pi yazmaq olar. Nəysə, indi buradan biz S-ni tapaq. Yəni işığın sürətini tapanda nə alırıq? Alırıq lambda vur omega böl 2 pi. Yəni, baxın, bu işığın sürətinin vahidi, lambdanın vahidi nə olacaq? Metr. Omeganın vahidi nə olacaq? Bu, burada qeyd etmişik. Və burada qeyd etmişik. Omeganın vahidi olacaq 1 bölünsün, kök altda Henry vur farad. Deməli, bu metr böl Henry vur farad elektromagnet dalğasının yayılma sürətinin vahidiymiş. Doğru cavab olacaq D variantı. Növbəti sual. Mütləq sındırma əmsalları M1, N2 və N3 olan 3 mühitdə işıq şüasının yolu göstərilmişdir. Mühitlərin mütləq sındırma əmsalları arasındakı hansı münasibət doğrudur? Bölgülər arasında məsafə bərabərdir. Deməli, biz bilməliyik ki, işıq optik sıxılığı az olan mühitdən optik sıxılığı çox olan mühitə keçərkən sınaraq normala yaxınlaşır. Sınır, baba, bu normal var, 40-40, ona yaxınlaşır. Burada onu görürük. Bu normaldır. Qırmızı bu normaldır. Burada görürük ki, əvvəl bunun düşmə bucağı bu qədər olubdur. Sonra bu sınma bucağı bu qədər olub. Yəni normala daha yaxınlaşır. Deməli, ikinci mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından çoxdur. Çünki belə deyək də, sınma qanununa görə sinus alfa böl sinus beta bərabərdir N2 böl N1. Yəni tərs asılıdır. Sındırma əmsalı bucaqla sındırma əmsalı tərs asılıdır. Burada beta bucağı alfadan böyük olduğuna görə ikinci mühitin sındırma əmsalı, daha doğrusu beta alfadan kiçik olduğuna görə ikinci mühitin sındırma əmsalı birincidən çoxdur. Yəni aldıq ki, N2 N1-dən böyükdür. Onda C bəndi səhvdir. Hələlik Y ola bilər. D bəndi səhvdir. A bəndi səhvdir. Sonra burada baxırıq, yenə də burada normal çəkirəm. Normal çəkəndən sonra görürəm ki, burada isə vəziyyət başqa cürdür. Buranın düşmə bucağı, buna alfa 2 deyək. Buranın sınma bucağından kiçikdir. Yəni alfa 2 kiçikdir beta 2-dən. Dedik axı bucaqla tərs asılıdır. Deməli, ikinci mühitin sındırma əmsalı 3-dən böyükdür. Daha seyrək mühitə keçib. Deməli, N2 hamısından böyük oldu. N2 hamısından böyük oldu. Deməli, ən böyük olacaq N2. Ən böyük olacaq N2. İndi biz N2 ən böyükdür. N1 ilə N3-ün bərabərliyinə də baxa bilərik. Necə baxa bilərik? Görək, bərabərdirmi, yoxsa bərabər deyilmi? Bucağa görə baxa bilərik ki, bax, buradan bura bucağı götürək. Bucağın tangensinə baxaq. Tangens nə idi? Qarşıdakı katetin
bitki katedə nisbəti. 3 damanın qarşıdakı katet 3 damadır. Bitki dama, 2 damaya olan nisbəti 3-ün 2-yə. İndi alfa üçün tapaq. Sinus alfa bərabər, tangens alfa bərabərdir. Qarşıdakı katet, bax, buradan bura. Qarşıdakı katet 3'dür. Bitki katet 2'dir. Oldu yenə 3-ün 2. Deməli, alfa beta bərabərdirsə, deməli, 3-cü mühit 1-ci mühitə bərabərdir. Və onlar kiçikdir N2-dən. Bu testin doğru cavabı olacaq N2. Deməli, birinci hansı bucaqla düşübsə, o bucaqla da çıxırsa sonda, deməli, həmin iki mühitin sındırma əmsalları bərabər olacaq. Növbəti sual. Difraksiya qəfəsindən keçən ağ işığın ekranda alınan ikinci tərtib maksimuma uyğun bir spektri göstərilmişdir. Spektrin 5 yazılan hissəsi hansı rəngdədir? Buradan görürük ki, ən çox meyl edən bu 7-ci şüadır, ən az meyl edən isə 1-ci şüadır. K lambda bərabər idi, D sinus fidir. Lambda sinus fi düz asıdır. Lambda da ən böyük qırmızıdaydı, ən az isə bənövşəydədir. Deməli, ən çox meyl etdiyinə görə bu qırmızı olacaq, 7 rəngi olacaq qırmızı. Ən az meyl etdilən isə olacaq bənövşəyi. Burada olacaq bənövşəyi. Digər rənglər isə başlayırıq sırasına yazmağa. Qırmızı, sonra gəlirdi narıncı, sonra gəlir sarı, sonra gəlir yaşıl, sonra gəlir mavi, sonra gəlir göy, sonra da bənövşəyi. Rənglər belə idi. İndi baxırıq, görürük ki, bizdə qırmızı rəngə hansı, daha doğrusu 5 yazılan rəngə hansı düşür? Sarı hissəsi düşəcək. Testin doğru cavabı olacaq D variantı. Sarı. Növbəti sual. Hə. Bu 81 dördüncü qrupların sualıdır. Çünki dördüncü qruplarda fotoeffektə bağlı sual yoxdur. Birinci qruplarda isə situasiyalarda fotoeffektlə bağlı sual var. Ona görə də bunu da dördüncü qruplar üçün izah eləyək. Deməli, burada necədir vəziyyət? Bax, bu 4 nöqtəsində saxlayıcı gərginliyin qiyməti 0 olubdur. Demək ki, Y foton həmin nöqtədə çıxış işinə bərabərdir. Deyə bilərsiniz, ay müəllim, hardan tapdınız onu? Deməli, düstur belədir. Foton enerjisi bərabərdir A çıxış, üstəgəl YU saxlayıcı. Yəni, fotoeffekt üçün Einstein tənliyi. Bu ifadəyə bərabər olanda bu ifadə 0 olur ki, ondan bildim. Deməli, çıxış işi hal-hazırda 4 elektron voltdur. Vəssalam, K nöqtəsinə uyğun saxlayıcı gərginliyin qiyməti soruşulur. İndi yazıram, Y foton K nöqtəsinə uyğun 10-dur, çıxış işi dəyişmir 4-dür, üstəgəl YU saxlayıcı. Bu deyir 6 elektron volt bərabərdir YU saxlayıcı. Buradan U saxlayıcı bərabər olur 6 volta. Testin cavabı C variantı olur. 51-ci sual. Rezistor və kondensator sxemdə göstərilən dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Dəyişən gərginliyin amplitudunun sabit qiymətində tezliyi azaltdıqda ampermetrlərin göstərişi necə dəyişər? Deməli, hər iki dövrə üçün ohm qanunu yazırıq. Deməli, rezistor, yəni aktiv müqavimət qoşulmuş dövrə üçün ohm qanunu yazıram. I1 maksimum bərabərdir. U maksimum bölünsün R. Bu R aktiv müqavimət dəyişən cəryanın tezliyindən asılı olmadığına görə R dəyişməyəcək. R dəyişmədiyinə görə I dəyişməyəcək. Yəni, A1 ampermetrin göstərişi dəyişməz. A1 konstant. A1 konstant olan kimi A və B variantları gedir. Kondensator qoşulmuş dövrə üçün ohm qanunu yazırıq. I2M bərabərdir. U maksimum bölünsün XC. Bu da eləyir. U vurur U maksimum omega C. Omega da 2 pi nüdür. Yəni tezlik azalanda omeganın qiyməti azalar. Omeganın qiyməti azaldığına görə IM2 də azalar. Yəni A2 ampermetrin göstərişi azalar. Doğru cavab olacaq. Dəyişməz, azalar C variantı. 52-ci sual. İzotermik genişlənmə və izobar qızma haqqında Venn diaqramıdır. İzotermik genişlənmə temperatur sabitdir və həcm artır.
İzobar qızma isə P, yəni təzyiq sabitdir, temperatur artır. Baxaq, qazın sıxılığı azalır. Qazın sıxılığı azala bilər harda? Qazın sıxılığı izobar prosesdə yazsaq ρ bərabərdir Pm böl RT-dən. P sabit, T artarsa qazın sıxılığı azalar. Görək burada da azalarmı? Bura üçün yazsaq ρ bərabər M bölünmüş V. Verilmiş kütlədiyinə görə M sabitdir, V artırsa qazın sıxılığı azalar. Bəli, qazın sıxılığı azalar, 1 gedəcək ortaya. Yəni üçüncü bəndə 1 gedəcək. Onda üçüncü bəndə 1 getməyən cavabları çıxırıq dərhal. Onda B variantı və D variantı çıxdı. Qaz müsbət iş görür. Bəli, həcm buradan yazırıq ki, PV bərabər neu RT. Temperatur artırsa, P sabitsə həcm də artır. Deməli, həm də burada həcm artır. Həcm artırsa, qaz müsbət iş görür. Bunu yadda saxlayın. Porsiyon yavaş-yavaş yuxarı qalxır. Bunu qaz qaldırır yuxarı. Deməli, qaz genişlənir. Qaz genişlənəndə qaz özü müsbət iş görür. Deməli, 2 də ortaya gedəcək. Ona görə də 2 də ortaya gedən kimi doğru cavab çıxır. Amma yenə də biz o bir variantlara baxaq. Qazın temperaturu artır. İzotermik prosesdə temperatur artmaz. Qazın temperaturu bax burada qızmada artırdı. 3 gedəcək ikinciyə və qazın daxil enerjisi dəyişmir. İzotermik prosesdə 2-də 3 M böl M RT-yə görə M böl M RT M sabit verilmiş kütləli qaz deyir. Temperatur da sabit olduğuna görə daxil enerji dəyişmir. 4 bura gedəcək. Bu testin doğru cavabı olacaq C variantı. Növbəti sual. Açar sözlərdən uyğun ardıcılıqla istifadə edərək mətni tamamlayın. Atom nüvələrinin xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsi təbii radioaktivlik adlanır. Yəni 3 bura gedəcək. Baş verən şüalanma isə radioaktiv şüalanma adlanır. 4 də bura gedəcək. Alfa, beta şüalar çox böyük sürətlərə malik elektron selidir. 5 də bura gedəcək. Qamma şüalar elektromanyetik dalğasıdır. Alfa şüalar isə helyum nüvələri selindən ibarətdir. 3, 4, 5, 2, 1. 54-cü sual. PV diaqramında doyan su buxarının halının dəyişməsi təsvir edilmişdir. 1 və 2 hallarına uyğun doyan su buxarının kütlələri və sıxlıqları arasında hansı münasibət doğrudur? Doymuş buxar görürük ki, PV-dən asılı deyil. Deməli, biz bilməliyik ki, sabit temperaturda doymuş buxarın təzyiqi, sıxlığı və konsentrasiyası həcmdən asılı deyil. Həmin qeyddə deyilir ki, sabit temperaturda doymuş buxarın kütləsi həcmindən düz asılıdır. Burada həcm 1 vəziyyətindən 2 vəziyyətinə gedəndə həcm 2 dəfə artdığına görə doymuş buxarın kütləsi də 2 dəfə artacaq. Yəni 2 nöqtəsindəki kütlə 1 nöqtəsindəki kütlədən 2 dəfə çox olacaq. 3 doğru variantdır. Onda 1 ilə 4 səhvdir. Burada nə dedik? Sıxlıq və konsentrasiya dəyişmir. Yəni bunların qrafiki də, sıxlığın qrafiki də bu şəkildə olacaq. Yəni həcm artsa belə qrafikdən gördüyünüz kimi sıxlıq dəyişməyəcək. Bu testin doğru cavabı olacaq 3, 4. 55-ci sual. Suda batmış 12 kiloqram kütləli cismin sıxışdırıb çıxartdığı suyun kütləsi 8 kiloqramdır. Bu cismin sudakı çəkisini Newtonla hesablayın. Deməli, mövzu ilə bağlı qeydlər bölməsində biz qeyd etmişdik ki, Arximed dərsi ilə bağlı 3 dənə önəmli qeyd var. O önəmli qeydlərdən biri o idi ki, cisim suya batarkən sıxışdırıb çıxartdığı mayenin çəkisi, yəni Arximed qüvvəsinə bərabərdir. Yəni, bu Arximed qüvvəsi sıxışdırıb çıxartdığı mayenin kütləsi 8 vurulsun 10, yəni Arximed qüvvəsi 80 Newtondur. Cismin havadakı çəkisi, yəni mg də 120 Newtondur, çünki m burada. Və cismin sudakı çəkisi, cismin mayedəki çəkisi havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Deməli, bu qeyd 3-dür. Bu isə qeyd 1-dir. Qeyd 1-də nə deyilir? Cisim suya batarkən sıxışdırıb çıxartdığı mayenin çəkisi cismin
Cismə təsir edən Arximet qüvvəsinə bərabərdir. Qeyd 3-də nə deyilir? Cismin mayeədəki çəkisi, yəni sudakı çəkisi havadakı çəkisindən, yəni mg-dən Arximet qüvvəsi qədər azdır. Bəs qeyd 2 nədir? Qeyd 2-də deyilir ki, cisim suya batarkən ya batdığı hissənin həcmi qədər su sıxışdırıb çıxardır, ya da sıxışdırıb çıxardır. Ya da e, öz həcmi qədər. Cisim tam batıbsa, öz həcmi qədər su çıxardır, sıxışdırıb çıxardır. Nəysə, keçək sualın izahına. Bu tapdıq artıq mg 120-dir, Arximeddə 80-dir. 120-dən də 80 çıxanda 40 Newton alarıq. 56-cı sual. Düz xətli hərəkət edən cismin koordinatın zamandan asılığı x bərabər 2t kvadrat plus 3t plus 12 metr şəklindədir. Cismə təsir edən qüvvələrin əvəzəsi 20 Newton olarsa, ikinci saniyənin sonunda onun impulsunu hesabla. Deməli, əvəzləyici qüvvəni verib. Biz əvvəlcə nə iş görməliyik? Buradan törəmə tapmalıyıq. X-in törəməsi bizə V-ni verir. 2t kvadrat törəməsi 4t, 3t-nin törəməsi 3, 12-nin törəməsi 0. Bunu da belə yazsaq 3 plus 4t. Yəni V bərabər 3 üstəgəl 4D. Yəni V bərabər V0 plus AT. Buradan A neçə oldu? A 4 oldu. F neçədir? Əvəzləyici qüvvə 20 Newton. M-i tapa bilərik. M bərabərdir F bölü A-dan 20 bölü 4, o da edər 5. M-i tapdıq. İndi deyir ki, ikinci saniyənin sonunda, əvvəl ikinci saniyənin sonunda sürəti tapaq da. V bərabər 3 üstəgəl 4D-dən yerinə qoyub sürəti tapıram. 3 vur 4 vur 2. 2 4-ün 8. 3 gələndə üstünə 11 metr bölü saniyə. İndi impulsu soruşur. P bərabər mv. V bizdə M bizdə 5-dir. Bu da 11-dir. Bu da eləyər 55. Doğru cavab 55. Uyğunluğu müəyyən edin. Şəkil müstəvisinə perpendikulyar istiqamətdə yerləşmiş sonsuz uzun cəryanlı naqilərin kəsikləri təsvir edilmişdir. Birinci cəryanlı naqilə təsir edən, ikinci cəryanlı naqilə və üçüncü cəryanlı naqilə təsir edən yekun amper qüvvəsinin istiqaməti soruşulur. Başlayırıq birdən. Deməli, daha doğrusu birinci cisim, ikinci cisim birinci cisimi özündən itələyir. Və burada bilməlisiniz ki, bu maqnit qarşılıqlı təsir qüvvələri cəryan şiddətlərinin hasilləri ilə düz aralarındakı məsafə ilə tərs asılıdır. O da bilməlisiniz. Onda birinci ilə ikinci arasındakı qarşılıqlı təsir qüvvəsi mütənasibdir. 2i kvadratı böl r-lə. Buna mən bir f deyirəm. Və bu 2 biri f-lə itələyir bu tərəfə. F-lə itələyir. Birinci də ikincini çəkir özünü. Amma nə ilə çəkir? İndi birinci ilə üçüncü arasındakı mütənasibliyə baxaq. Birinci ilə üçüncü arası mütənasibdir. I vur i, yəni i kvadrat böl 2r kvadrat. 2r məsafəsi. Bu olacaq artıq bundan 4 dəfə az. Yəni f böl 4. Deməli, bu f böl 4 ilə bunu özünə çəkir. Elə bil ki, biri f-lə sola, biri f böl 4-dən sağa. Bunların əvəzi təbii ki, sola yönələcək. F 4-də 3 F-lə. 4-də 3 F-lə soladır. Önəmli deyil 4-də 3-dür, neçədir. Onun əsas odur ki, böyük qüvvə soladır. Ona görə də 1-ə təsir edən olacaq B variantı. Gəlin indi 2-yə təsir edənə baxaq. 2-yə təsir edən qüvvəyə baxaq. Deməli, təbii ki, 2 biri F-lə itələyirsə, 1 də 2-ni F-lə bu tərəfə itələyəcək. Bunu bildik. İndi 3 bəs 2-nin indi. 3 də 2-ni F-lə itələyəcək. Çünki həm i-lər eynidir, baxın, hər ikisi üçün. Həm də məsafə eynidir. Ona görə ortadakı naqilə amper qüvvəsi təsir etməyəcək. Yekun amper qüvvəsi 0 olacaq. 2-yə gedər y. Və nəhayət 3-ə baxırıq. İndi bu 2-yi 3-ü bu tərəfə itələyir. Eyni rəqəmlər olduğuna görə F-lə itələyir. 1 isə 3-ü özünə doğru F böl 4-lə çəkir. Çünki eyni məsafədə bayaq bu bunu F4-dən çəkirsə, bayaq 3 bir F4-dən çəkmişsə, indi 1 3-ü F4-dən çəkir. Onda yekun əvəzləyici bu tərəf olacaq 4-də 3 F-lə bu tərəfə. 3-ə də gedəcək A bəndi. 1B, 2Y, 3A. Və nəhayət gəldik birinci qruplara.
Və rezistor sıxında göstərilən dəyişən cəryan mənbəyinə qoşulmuşdur. 5 saniyə ərzində xarici dövlə hissəsinə ayrılan istilik miqdarını hesablayın. Təbii ki, kondensator qoşulmuş dövlə hissəsinə istilik miqdarı ayrılmayacaq. Orada, burada gedən kütle sıfıra bərabərdir. Ancaq bax, R rezistorundan keçən hissədə istilik ayrılacaq və oradan keçən istilik miqdarını hesablamaq üçün U kvadratı böl R vur T üstündən istifadə etməliyik. U bizdə gərginliyin təsir edici qiymətidir, amma bizdə tənlikdə amplitud qiymət verilibdir. Ona görə biz amplitud qiyməti ilə ifadə eləməliyik. U bərabərdir, bilirik ki, UM böl kökdə 2-dir. Bu ifadəni yerinə yazanda olacaq UM kvadratı, kökdə 2-nin kvadratı 2R vur T üstündən hesablamalıyıq. O da bərabərdir. U-nun kvadratı 200-ün kvadratı mən 2 vur 10 üstü 2-nin kvadratı şəklində yazacağım. T bizdə 5-dir. 2 vur R də bizdə 40-dır. Bu değer 4 vurulsun 10 üstü 4 vur 5 bölünsün 80. 4 ilə 80 ixtisar gedir, qalır 20. Bunu da biz belə yaza bilərik. 10 üstü 4-dən mən birini alıram, verirəm 50. 50 vur 10 üstü 3 böl 20. Bu değer 2,5 vurulsun 10 üstü 3. Bu değer 2500 joule. 59. Fotoeffekt zamanı çıxış işi 3 elektron volt olan katoddan qopan elektronların maksimal kinetik enerjisinin udulan foton enerjisine hansı qrafikini çəkin. Fotoeffekt üçün Einstein tənliyini yazırıq. Y foton bərabərdir. A çıxış üstə gəlinsin. Y kinetik max. Buradan Y kinetik max'ı tapanda alırıq ki Y foton çıxılsın, A çıxış. Deməli, Y kinetik fotonla düşən ışığın enerjisindən, yəni foton enerjisindən düz mütənasibasıdır. Amma burada A çıxış qiyməti var. Oradan başlayacaq artmağa. Çünki fotoeffekt hadisəsinin baş verməsi üçün düşən ışığın enerjisi çıxış işindən böyük bərabər olmalıdır. Əgər Y foton A çıxışa bərabər olarsa, onda kinetik enerji sıfıra bərabər olmuş olur. Bu deyilənləri nəzərə alsaq, kinetik enerjinin düşən fotonların enerjisi hansı qrafikini belə çəkə bilərik. Müəyyən qiymətdən, hansı ki bu qiymət A çıxışdır. A çıxışı da nə qədər verib? 3 elektron volt. 3 elektron voltdan düz mütənasib olaraq artacaqdır. Təbii ki bu 3 olanda kinetik enerjinin maksimal qiyməti 0 olacaq. Qrafik bu şəkildə olacaq. 60-cı sual. İpdə asılmış cəryanlı naqil bir cism maqnit sahəsində tarazlıqdadır. Naqildən axan cəryanın şiddətini azaltdıqda ipdə yanan gəlmə qüvvəsinin qiyməti necə dəyişər? Amper qüvvəsi sol əl qaydası ilə tapılır. Əlimizin içi x-dir. Bax, belə əlimizin içi x olanda 4 barmaq cəryan istiqamətində 90 dərəcə açılmış baş barmaq amper qüvvəsini göstərir. Və əlimizin içi burada olacaq x olanda belə eləyirik. Hər tərəf x olanda əlimizin içi bu şəkildə. Deməli, amper qüvvəsi istiqaməti hal-hazırda yuxarıya doğrudur. Mg ağırlıq qüvvəsi aşağıya doğrudur. Yuxarıya gedən qüvvələr tarazı şərtinə görə yuxarıya gedən qüvvələrin cəmi aşağıya gedən qüvvələrə bərabərdir. Buradan t-ni tapanda alırıq mg minus f amper. Cəryan şiddətini azaltdıqda amper qüvvəsinin düsturu İBL-dir. Burada 90 dərəcə olduğuna görə sinusu yazmırıq. Cəryan şiddəti azalarsa amper qüvvəsi azalar. Burada minus ədədi ilə minus o deməkdir ki, amper qüvvəsi azalarsa, onda ipdə gəlmə qüvvəsi artacaqdır. Deməli, gəlmə qüvvəsi artar. Artar olacaq. Səbəbi də buradadır. Biz bundan gələn dərs məsəl üçün, gələn imtahan məsəl üçün qrafikini soruşa bilər. Belə olan halda gəlmə qüvvəsinin amper qüvvəsindən asılı qrafiki bu şəkildə olacaqdır. İndi biz 4-cü qrup suallarının situasiya suallarında izah eləyək. 11-ci sinif şagirdi Məhdi tezliyi dəyişə bilən cəryan mənbəyi açar, rezistor və kondensator 2 ampermetr və birləşdirici naqillərdən istifadə edilərək sxemdə göstərilən elektrik dövrəsini qurdu. O açarı qapayaraq ampermetrlərin göstərişini qeyd etdi.
Dəyişən gərginlik amplitudun sabit qiymətində tezliyini azaltdıqda ampermetrlərin göstərişi necə dəyişər? Hər iki hal üçün həm kondensator, həm də aktiv müqavimət qoşulmuş dövlət üçün Ohm qanunu yazırıq. IM1 bərabərdir UM omega C. Omega bərabərdir 2 pi nödür. Tezliyi azaltdıqda omega azalar. Omega azaldığına görə IM1 azalar. Yəni ampermetrin, A1 ampermetrin göstərişi azalar. Sonra rezistordan keçən cərəyana baxaq. IM2 bərabərdir UM bölünmüş R. Aktiv müqavimət, yəni R rezistorunun müqaviməti tezlikdən asılı deyil. Yəni tezliyi azalsa R dəyişməyəcək, R dəyişməyəndə IM dəyişməyəcək. Yəni konstant olacaq. Ona görə də A2 ampermetrin göstərişi dəyişməz. A2 dəyişməz. Konstant. Azalar dəyişməz. 89-cu sual. Kondensatordakı cəryan şiddətinin zamanı hansı qrafikini çəkin. Burada düsturu yazmışıq. Kondensatorda cəryan şiddəti necə dəyişir? Baxırıq, görürük ki, gərginlik sinus qanunundan dəyişir. U bərabərdir U'm sinus omega t. Onda Q bərabər CU'dur. Onda olacaq CU maksimum sinus omega t. Yəni Q'm sinus omega t. Və i də Q'nun zamana görə birinci tərtib törəməsidir. Bu ifadədən törəmə almalıyıq. Q'm sinus omega t'dən törəmə alırıq. İçinin törəməsi qabağa çıxır. Olur Q'm omega kosinus omega t. Bu deyilər im kosinus omega t. Deməli, bu kosinus qanunundan dəyişir və mən kosinus qanunundan dəyişən qrafiki bilməliyəm ki, o müəyyən bir qiymətdən başlamalıdır. Müəyyən bir qiymətdən bu şəkildə dəyişməlidir. Və nəhayət 90-cı sual. Kondensatorun tutumu 80 mikrofarad, rezistorun müqaviməti 40 ohm və mənbədəki gərginlik bu qanunla dəyişərsə, 5 saniyədə xarici dövrə dairənin istilik miqdarını hesablayın. Bunu artıq burada hesabladıq. Birinci qrupların situasiyasında hesabladıq. Burada bu izahla tanış ola bilərsiniz. Yəni, bu sual üçün də doğru cavab edəcək 2500 joule. Beləliklə, əziz abituriyentlər, güvənin ikinci hissə tapşırıqlar poposundan ən axırıncı ümumi sınağı izah etdim. Bu tip videoların davamını istəyirsinizsə, kanala abunə olub, kanalı dostlarınızla, hazırlıq yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.